Salam əziz izləyicilər. Bugünkü verilişimizin mövzusu palçıqdan doğan möcüzələr, ekoloji turizm panoraması və studiyamızın iki gözəl xanım qonaqları var. Mən onları sizə təqdim etmək istəyirəm. İradə xanım Həsənova, Səma və Eko İqtisadi Sosial İnkişafa Yardım İctimai Birliyinin sədri və Vəfa Musayeva, Azərbaycanın ilk Everestdə qalxan xanımı. Mən indi sizə söz verəcəm. Siz özünüzə daha geniş təqdim eləyərsiniz, məlumat verərsiniz. İradə xanım, sizdən başlayaq. Xoş gəlmisiniz İradə xanım. Təşəkkür edirəm. Çox sağ olun. Həqiqətən bugünkü mövzumuz çox maraqlıdır. Deməli bu mövzu hardan doğubdu? Mən ilk öncə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatları Dövlət Dəstəyi Agentliyini təşəkkür eləyirəm. Çünki onların maliyyə yardımı ilə Azərbaycanda palçıq vulkanları və ekoturizmin inkişafı adlı layihəni biz həyata keçirdirik. Buna görə həqiqətən onlar bizi maliyyələşdirdiyi üçün çox minnətdarıq, təşəkkür edirik. Çünki bu layihə o qədər mən hər yerdə danışdıqca çox maraq kəsb elədi. Ona görə də yəni doğrudan maraqlı bir mövzudur. Yəni mövzumuzun əsas məqsədi bildiyimiz kimi Azərbaycanda ən çox palçıq vulkanları olan bir yer Azərbaycandır, dünyada demək olar ki. İkinci yerdə məncə İtaliya durur. Səhv eləmirəmsə. Yəni bu o qədər bizə bu layihəyə maraqla cəlb elədi ki, və bu mövzunun üzərində çalışmağa qərar verdik. Mövzu ilə bağlı əsasən xarici turistlərin Azərbaycana cəlb olunması məqsədi ilə bunu həyata keçirtmək istəyirik. İnşallah ki, yəni layihəmizin əsas məqsədi ekoturizmin inkişafıdır və palçıq vulkanlarını az da olsa onlar haqqında bir məlumat əldə etməkdir. Çox gözəl. Çox təşəkkür edirəm İradə xanım. Çox gözəl layihədir. Layihəniz də xeyirli, uğurlu olsun. Bu layihə çərçivəsində biz ağac əkmə və təmizlik aksiyasının da şahidi olduq. Bəli, siz həyata keçirdiniz. Onun da şahidi olduq, iştirak elədik. Çox gözəl bir təşəbbüsdür. Təşəkkür edirik buna görə sizə. Çox sağ olun. Vəfa xanım, necəsiz? Yaxşıyam, siz necəsiz? Çox sağ olun, yaxşı. Layihə haqqında məlumatınız oldu və bir ekoturizm deyəndə mənim ağlıma gələn ilk insan Vəfa oldu. Mən İradə xanıma dedim ki, İradə xanım, Vəfa xanım bu mövzuda çox gözəl danışacaq. Çünki Vəfa xanım özü ixtisasca fərqli bir istiqamətdə olsa da, amma dağları, dağı, turizmi çox sevən bir xanımdır. Və ona görə də biraz istəyərdik ki, özünüzü təqdim eləyəsiniz. Ondan sonra bizim bəzi suallarımız var sizə. Vəfa Musayeva təqdim etdiyin kimi, el arasında Vəfa qəhrəman. Yəni mən də elə qeyd eləmişəm. Bəli, bu zamanlarda daha çox tanınıram Everesti fəth edən ilk Azərbaycan vətəndaşı qadın olaraq. Amma daha çox mənim belə deyim də özümü təşkil edən budur ki, mənim pedaqoji fəaliyyətimdir. Mən bir müəlliməm və son 10 il əhatə edir ki, mən həm də həyat koçu olaraq fəaliyyət göstərirəm. Belə dağlara gedirəm. Dağları sevirəm, amma təkcə burada məsələ dağlar deyil də, yəni bu təbiətdir. Təbii ki. Təbiətdir, dağlar da təbiətin bir parçasıdır. Biz insanlar da təbiətin bir parçasıyıq. Ona görə biz elə podkastdan əvvəl də söhbət edərkən, hətta baxmayaraq ki, mən təhsillə əlaqəli layihələr eləyirəm, misal üçün çadır düşərgələri edirəm. Yəni bu ekoturizmin bir növüdür. Biz də ona görə bizim üçün çox maraqlı oldu. Sizi ona görə dəvət etdik. Siz elə orada biz fikir mübadiləsi edərkən ağac əkimindən danışırıq. Mən də hər zaman bildirirəm ki, biz çadır düşərgələri edirik, amma orada da bizim təbiətə, ondan sonra uşaqlara bu şeyləri, məktəblilərə, tələbələrə bu kimi şeyləri aşılamaq üçün İstənilən layihənin çərçivəsində biz bağçalarda gül əkmək olsun, məktəb həyətlərində ağac əkmək olsun və s. Və növbəti illər biz gedəndə hətta şagirdlərimizlə baxırıq ki, ayda bu 3 il bundan öncə bu ağaclar necə balaca idi, indi böyüyüblər və s. Yəni biz bu təbiətdəyik və təbiətdə də bu marağı şagirdlərimizə, tələbələrimizə, ümumiyyətlə insanlara aşılamaq müxtəlif yollarla ola bilər. Məsələn, dağa gedirəm, dağçılıqdan danışıram ya düşərgələri edirəm uşaqlarla. Orada da bax bu kimi şeyləri təşviq edirəm. Ona görə bu mənim üçün bilirsiniz necədir? Mənim ixtisasımdır, ixtisasım deyil məsələsi deyil. Yəni bu bizim həyatımızın ən təbii bir parçasıdır. Biz bunu kənara qoymarıq, qoya bilmərik. Yəni
peşəmizdən, ixtisasımızdan, kimliyimizdən asılı olmayaraq bura bizim evimizdir. Bura bizim Təbiət diqqətimizdə bizimkidir, olmalıdır. Bəli, və biz də ayrı-ayrı perspektivlərdən baxmalıyıq ki, bu istiqamətləri necə inkişaf elətdirə bilərik. Məsələn, sizin perspektiviniz mənim üçün çox maraqlıdır. Burada da bu adı gördüm və dedim ki, nə üçün məhz Azərbaycanda palçıq vulkanları? Bu mənim özüm üçün də çox maraqlıdır. Bax belə, ona görə ayrı-ayrı adlarla, ayrı-ayrı mövzuları işləmək və ortaya bir məhsul çıxarmaq bu çox maraqlıdır. Hə, yəni bizim də məqsədimiz budur. Bax, məsələn, siz uşaqlarla işləyirsiniz, məktəblərlə işləyirsiniz. Artıq bir dənə də sizə yeni bir mövzu oldu, palçıq vulkanları. Bəli, artıq siz məsələn uşaqlarına da palçıq vulkanlarıyla bağlı, şagirdlərinizə bununla bağlı, yəni belə bir deyim ki, yəni izah edəcəksiniz, palçıq vulkanı nədir, onlardan xarici turistləri bura necə cəlb eləyə bilərik. Bizim əsas məqsədimiz də budur ki, bu ekoturizmi biz inkişaf elətdirək. Təbii ki. Bəli, yəni çox sağ olun, çox gözəl müzakirə gedir. Hər kəsin fikri də çox maraqlıdır və ekoturizmin inkişafı ilə bağlı bəzi fikirlərinizi səsləndirdiniz. Bəs bu palçıq vulkanları turizm baxımından necə sərfəli etmək olar onları? Daha çox turist daxil olsun bizə. Sual mənə yönlənirsə, mən ümumiyyətlə hər şeydə hekayə axtaran insanam. Əgər bir yerin mənim üçün bir hekayəsi yoxdursa, ya ora hekayə yaratmağa gedərəm, ya da hekayəsi mənim üçün maraqlıdır deyə gedərəm. Məsələn, palçıq vulkanları deyəndə indi bizim daha çox burada əcnəbilər, yerli insanlar da başlayıb da artıq ora turlar da təşkil olunur. Xaricdən gələn turistlər də, burada yaşayan belə deyim də, xarici vətəndaşlar da görürsən ki, onlar da bu həmin əraziyə turlar təşkil olunur, gedirlər, maraq göstərirlər və s. Amma biz bu elə bir dediyiniz kimi də dünyada ən çox palçıq vulkanı ölkəyi, amma mən şəxsən bunu burada öyrəndim. Bilirdim ki, bu belədir, amma ən çox olduğunu məsələn mən bu podkastda öyrəndim. Bax belə bir hekayənin olması, ən çox Azərbaycanda olması və onun arxasında dayanan onun hekayəsi nədir, hardan qaynaqlanır, bunun yaşı nə qədərdir və yaxud da ki, oranı gedib görsək nə olacaq? Yəni bu hekayələr insanı cəlb edir, maraq yaradır ki, getsin. Əks halda adi bir insana desək ki, gedək palçıq vulkanını ora bir səfər edək, bir baxaq, o sual yarana bilər ki, palçıq nədir, vulkan nədir? Mən gedim orada nə edeyim? Orada mənə nə maraqlı olacaq? Amma bax orada o bir plan olsa ki, məsələn biz ora gedəcəyik, orada nələri görəcəyik, orada hansı hekayələr var, bu insanı cəlb edir və istər-istəməz insan istəyir ki, getsin və onu gözləri ilə görsün, şahid olsun. Mən indi dünyanı nəinki dağlara görə ümumiyyətlə səyahət edirəm və səyahət etdiyim yerlərə həmişə plan quranda baxıram ki, harda maraqlı onun tarixçəsi var, maraqlı hekayəsi var. Sırf ora getmək istəyirəm, sırf onu görmək istəyirəm və təcrübə eləmək istəyirəm. Ona görə düşünürəm ki, bəlkə də bizdə mənim gördüyüm, indi mənim perspektivim belədir ki, bəlkə də bizdə çatışmayan əsas o hissəsidir ki, bizim hekayəmiz yoxdur. Biz sadəcə olaraq deyirik ki, palçıq vulkanları var. Biz ora tura gedirik, amma onun bir hekayəsi olsa, mən əminəm ki, daha çox insana sadə dillə izah edilsə, daha çox əlçatan olar, daha çox fikirlərə, düşüncələrə sirayət edər və insan onu görməyin arzusunda olar. Məncə bir palçıq vulkanlarının xəritəsi çəkilməlidir. Əlbəttə, bu çox gözəldir. Əlbəttə bir xəritəsi çəkilməlidir. Nə bilim, işte bilmirəm adıdımı, dərinliyidirmi, temperaturudur, işte bilmirəm ondan nələrsə hazırlanma ehtimalları və s. İndi bunun özünün də bir belə deyim, araşdırması var, hekayəsi var. Məsələn, mənim özüm üçün də çox maraqlı olar ki, orada. İndi mənim burada çoxlu suallarım yaranmağa başladı ki. İradə xanım, bəlkə bu hekayə işini üzərinizə götürəsiniz. Həqiqətən də siz layihəni başlamısınız. Bu hekayə işini də üzərinizə götürün. Bəlkə də palçıq vulkanları haqqında, palçıq vulkanlarının da belə də biz bilirsiniz də layihənin əsas məqsədlərindən biri davamlılıqdır da. Təbii ki, biz bunu yenidən, yəni o yeni mövzular ortaya çıxdıqca bizim üçün də maraqlıdır. Çox gözəl bir yəni danışır bizim xanımımız. Bəli, çox gözəl də danışır. Yeni bir fikirlər irəli sürür. Təbii ki, nədən olmasın? Davamlı olaraq biz bu haqqda düşünəcəyik yəni. Layihənin davamlılığından çox gözəl, çox gözəl. Vəfa xanım, düzdür, indi biz bu palçıq vulkanlarından danışdıq. Bunun hekayəsini yaratmaq lazımdır. Bunlara insanları daha çox cəlb eləmək üçün, turistləri daha çox cəlb eləmək üçün. Və sizcə bu palçıq vulkanları turizm baxımından nə dərəcədə sərfələdir?
Yəni doğrudan da bu hekayələr yaranarsa, turistlər bura gəlməyə, axın eləməyə İnanın başlayarlarmı? ki, mən səfər edəndə Mhm. bəzən elə məsələn xırda bir şeydə, məsələn yaxınlarda mən Kilimanjaro dağına getdim. Aha. Afrikanın ən hündür zirvəsidir. Ora getmədən öncə orada xüsusi kakao yetişdirilən, kofe yetişdirilən daha doğrusu plantasiyalara getdik. Bir kənddə yerləşirdi və s. Baxın bir kofedir də düzdür, amma onu bizə bir hekayə formasında bir tur təşkil elədilər. Biz getdik, həmin plantasiyanı gəzdik. Orada tanış olduq deyək ki, kofe ilə. Yetişmənin hansı mərhələsindədir. Sonra kofe gəldi. Biz onu özümüz üyütdük. O üyütmə mərhələsini gördük. Onu kofeyə çevirdik. Qəhvəni. Bəli, qəhvəni. Sonra onları müqayisə elədik. Sonra onların dadına baxdıq. Sonra bilirsiniz, bax bütün bu prosesin hamısını onlarla bərabər, Yaşadınız. yerli cəmaatla bərabər yaşamaq və təcrübə etmək. Amma belə baxanda desək, əgər təklif eləsək ki, gedək bir kofe plantasiyasına, deyərsən ki, kofedir də, bilirəm də, yəni Hə. tökdüm suya, dəmlədim, içdim, sevirəm kofeni, amma niyə görə ora gedim? Deməli yerli insanları da Əlbəttə. bu işlərə Və cəlb onun- Cəlb eləmək və lazımdır. onun üçün Əslində iş yerləri də açılır bəli, həm yerli demək cəmaət üçün də. qablardır, xüsusi qablardır ki, dizayn olunubdur. Xüsusi Afrika nə bilim əl Hər- işləri ilə, nə bilim neçənci ildən qalmış hansısa bir nələrisə tapıblar, ora qoyublar, nə bilim xüsusi üyütmək Maraqlıdır. üçün. Bəli, bəli. Və o prosesi də dəyərli etmək üçün daha çox antik əşyaları toplayıblar, yığıblar. Hər birinin də haqqında məlumat verdikcə baxırsan ki, sən oradan bir kofe mərasimindən deyil, bir kofe haqqında məlumat deyil, elə bilirsən Tarixi bir yaşamış kofe, kimi. Bir tarixi yaşadın, bir tarixi təcrübə elədin və oradan kofe alıb gətirmişdim, dostuma da gətirmişdim, özümə də gətirmişdim. Artıq onu evdə içəndə, onun dadına baxanda həmin o tarixçi bir də gəlir sənin gözünün qabağından keçir, bir də onu hiss edirsən. Yəni bax insan budur. Bu mənim yenə deyirəm perspektivimdə çoxlu müxtəlif düşüncələr var və müxtəlif prizmalardan bu işə yanaşmaq olar, amma məsələn mən bir səyyah kimi, bir dağçı kimi, gəzməyi sevən, kəşf etməyi sevən bir insan kimi mənim üçün maraq budur. Yoxsa əks halda bir şeyin bir belə deyim də, hekayəsi yoxdursa, marağı yoxdursa, mən nə idim onunla? Deməli ümumiyyətlə də belə çıxır ki, xarici turistləri də biz cəlb eləmək üçün bəli. mütləq bu üsullardan istifadə eləməliyik. Çünki onlar üçün də maraqlıdır. Yəni Əlbəttə. doğrudan da bir yerin tarixçəsi yoxdursa, heç kimə maraqlı deyil. Həqiqətən mən də çox səyahət eləmişəm. Mən də o sizin kimi bəzi dağ yürüşlərində olmuşam. Ekoturizmi çünki özüm həmişə mənim o qədər belə sevdiyim bir bəlalı bir yerim idi ki, mən Azərbaycanda ekoturizminin inkişafı həmişə bu mövzu ilə bağlı, mən keçən il də bununla bağlı idi elə layihəmiz, regionlarda ekoturizmin inkişafı. Yəni o qədər bu mövzu mənim üçün maraqlıdır ki, məhz ona görə bu il də palçıq vulkanlarını nəzərdə tutduq. Doğrudan da, yəni bir yerə gedəndə, bax məsələn biz gedirdik, tutaq ki, hansısa bir dağ yürüşünə gedəndə, bizə deyirdilər ki, məsələn gedib filan yerə gedib orada bir qala var. O qalanı gedib istəyirsinizsə, təbii ki, biz o qalanı görməyə getdik və o qala haqqında bizə məlumat verdilər. O yerli adam bizlə bərabər getdi və o qala haqqında bizə məlumat verdi. Burada həmin qala kimin qalası olub, ondan sonra başqa yerlərə apardı, nə bilim, onların təndirləri var idi, onların nə bilim başqa qonaq yerləri var idi. Bir bunları göstərdilər. Demək ki, həqiqətən insanları cəlb eləmək üçün, yəni əvvəlcədən biz o planı verdilər ki, bax biz bu xətt üzrə gedəcəyik, bu xəritə üzrə gedəcəyik və məni cəlb elədi o və mən ona görə getdim və mən də başqa bir xarici ölkəyə gedəndə ilk öncə mən həmin ölkədəki muzeyə getmək istəyirəm. Məni maraqlandıran, ən çox məni məsələn maraqlandıran həmin ölkəyə də muzeyə görmək. Mən hətta belə yeri gələndə məsələn mən Vilniusa getmişdim. Vilniusda mən getdim bir kilsələri gəzdim. Çünki orada müxtəlif kilsələr var. Yəni çox belə demək olar ki, Məryəm ananın da adına belə bir kilsə var. O mənim marağım idi. Yəni mən xristian deyiləm, mən bir müsəlmanam, amma sadəcə mənim öz marağım üçün mən bir getdim o kilsələri gəzdim. Demək ki, insan istəyir ki,
təcrübə etsin, toxunsun, dadına Bəli. baxsın, hiss eləsin. O demək deyil ki, məsələn, Bəli. mən getdim oranı ziyarət elədim, getdim onu gördüm. Sadəcə insan üçün bir maraqdır. Yəni Bəli, doğrudan bəli. da bunun mahiyyəti nədir? Nəyə görə bunu burada tikiblər? Bunu niyə məsələn Məryəm ana deyə adlandırırlar? Bu sadəcə insanın bir marağıdır. Ona görə də xarici turistlər üçün də belə bir xəritə çəkilməlidir ki, həmin bu palçıq vulkanlarına gələndə və onlar bilməlidir ki, məsələn bu palçıq vulkanının əhəmiyyəti nədir? Bu nədən ötərdir? Məncə hər bir palçıq, hər bir yerin də öz adları var, mən səhv eləmirəmsə. Yəni bax bunlar bu xəritə əvvəlcədən çəkilməlidir və məncə internetdə yerləşdirilməlidir. Bu xarici turistləri biz əgər istəyiriksə Azərbaycana cəlb olunsun, bunun təbliğatını aparmaq lazımdır. Ən çox da bu məncə turist şirkətləri məhz bax belə bir təcrübə əldə eləyərlərsə və bu zaman xaricdən gələn turistlər mənə elə gəlir ki, onlar həqiqətən bunu bilsələr ki, Azərbaycanda doğrudan da belə, yəni onun hekayəsini bilsələr, çox gələrlər. Və sizin danışıqlarınızdan və müzakirədən mən belə anladım ki, deməli palçıq vulkanları əslində turistlər üçün bir potensial turizm məkanıdır. Bəli. Və sadəcə onu doğru tanıtmaq, doğru təbliğatını aparmaq lazımdır və doğru tanıtdıqdan, təbliğatını apardıqdan sonra ora turist axını da çoxalacaq. Hətta nəinki turistlər, hətta yerli əhali də bəlkə də bizim Azərbaycanın əhalisindən soruşsaq, Azərbaycan vətəndaşlarından soruşsaq ki, palçıq vulkanlarına getmisiniz, əksəriyyəti yox deyəcəklər. Bəlkə də heç palçıq vulkanlarının Azərbaycanda olduğundan xəbərdar deyillər. Xəbərdar da deyillər. Ona görə də İradə xanım, mənə elə gəlir ki, bu mövzuda sizin üzərinizə böyük iş düşür və siz indi dediniz ki, bu tur şirkətləri, travel şirkətlər, səyahətlə məşğul olan insanlar bu mövzuda mənə elə gəlir ki, doğrudan da, yəni ancaq hər hansı bir gəzməli, görməli, gözəl təbiəti olan yerlərə tur şəklində yemək, içmək üçün və yaxud da ki, nə üçünsə deyil, sırf tariximizi öyrənmək üçün də, elə məktəb yaşlarından, sonra olsun gənclər universiteti, hətta yəni hər nəsil, fərqi yoxdur, hər nəsli həmin o turlar təşkil edib aparmaq Hətta mümkün. məktəblərimizi belə həmin turlara, çünki biz öz o nə cür deyim, həm tarixi yerlərimizdir. Bu palçıq vulkanları bugününkü deyil ki, düzdür, hərdən yeni vulkanlar yaranır, palçıq vulkanları Azərbaycanda. Amma bu qədimdən var da bu palçıq vulkanları. Biz bu həm bizim tariximizdir, həm onlara bizim təbiətin sərvətini də göstərmiş oluruq ki, Azərbaycan hansı sərvətlərə malikdir. Ona görə də bunu məktəb yaşından belə biz onlara təbliğ eləsək, bəyəklər ona görə dedim ki, bax bu da sizin üçün də yeni bir mövzu. Yox, əlbəttə məndən indi ətrafımda olan insanlar hər zaman soruşanda ki, necə edək vəfa biz də ölkədən kənara çıxaq, səyahət edək və s. Mən hər zaman sual verirəm ki, sən ümumiyyətlə Azərbaycanı gəzimsən, məsələn 2 kəndin və ya da rayonun adını çəkir, görürsən ki, ondan ötəri deyirəm, sən də birinci Azərbaycanı kəşf elə. Kəşf birinci özündən başlayır. Şəxs olaraq da, ölkə olaraq da, ailə olaraq da birinci özünü, öz ətrafını, öz qəsəbəni, öz şəhərini, öz ölkəni kəşf et. Sən ondan sonra görəcəksən ki, dünyaya açılmağa hazırsan. Bəzən insanlar deyir ki, niyə görə mən qorxuram, niyə görə mən gedə bilmirəm, axı niyə görə mən çəkinirəm? Deyirəm, ona görə ki, sən burada onu təcrübə eləməmsən. Azərbaycan sənin ən safe, yəni ən təhlükəsiz zonandır da. Hansı ki, dilini bilirsən, dinini bilirsən, nə bilim, insanlarla mədəniyyətin eynidir və sən burada rahatlıqla səyahət edə bilərsən, kəşf edə bilərsən. Deyirəm, o zaman ki, sən buranın ən azı bir 60-70% kəşf edəcəksən, sən heç onda gəlib mənə sual verməyəcəksən ki, vəfa, mən necə edim ki, ölkədən kənara çıxım? Sən artıq onda özünü hazır hiss edəcəksən və yolunu da tapacaqsan. Ona görə, yəni biz bugün burada palçıq vulkanlarını, düzdür, mən dünyanın ən hündür vulkanik dağına tırmanan bir qadın kimi, Cənubi Amerikada Ojos del Salado, Everestdən öncə orada getmişəm. Bir qadın kimi, bəli, bunu ayağımla gedərək, hiss edərək, təcrübə edərək, amma yenə də onları burada yaşamadan, burada görmədən, burada təcrübə etmədən burada bazar düzünü, Azərbaycanın ən hündür zirvəsi olan 4466 bazar düzünə çıxmayan insan Everestə əsla çıxa bilməz. Ona görə Qoşqar dağı zirvəsinə çıxa bilməyən adam, 100%, yəni Kəpəzə gedib çıxa bilməyən adam, Kəpəz dağına. Yəni bunlar bizim həqiqətən də dünyadır, mədəniyyətdir, öyrənmədir. Bütün hamısı bizim
özümüzdən başlayır. Bəli. Biz buranı kəşf eləməliyik, öz xəzinəmizi kəşf eləməliyik. Daha sonra Məsələn, əlbəttə sual açılmalıyıq. versək ki, Göygöl necə yaranıb? Mən deyim ki, çox adam heç onu bilmir. O Göygölün yaranma tarixçəsini bəlkə də çox adam bilmir. Amma Kəpəz dağı zəlzələ nəticəsində bir qaya düşür çayın qabağına. Çayın qabağını kəsərək və o göl əmələ gəlir. Göygöl əmələ gəlir. Amma bunu, yəni onun tarixçəsi var, onun bilənlər var. Həqiqətən də onu öyrənmək lazımdır. Bax, palçıq vulkanları da elədir. Biz əvvəlcə o yerli, məncə bizim bir dənə belə nə cür deyim, biz yerli insanlarla bu təcrübəni aparmalıyıq. Yerli insanları bu işlərə cəlb eləməliyik ki, yerli insanlarda bir maraq yaransın. Onlar artıq özləri bir həmin bu palçıq vulkanlarının bir tarixçəsini öyrənsinlər. Bəlkə də bilirlər, biz deyə bilmərik. Amma ki, sonra ora gedən insanlara rahatlıqla onları izah eləyə bilsinlər. Həmin o ətrafdakı yaşayan insanları biz cəlb eləməliyik bu işlərə. Layihəmizin ilk qonağı olaraq Vəfa xanım, sizin də üzərinizə böyük iş düşür. Palçıq vulkanlarından danışmaq. Məsələn, mən deyəndə ki, ümumiyyətlə səyyahlar, biz hava limanında enən kimi birinci gedirik, hara baxırıq, görürük ki, orada xəritələr var. Bəli, Gedirik o xəritəni, mən xəritələri yığıram, gedirəm, çatdığım axşam incələyirəm ki, nədir, harda var və s. Bizdə varmı hava limanında, bilmirəm, varmı hava limanında çatan gün palçıq vulkanlarının xəritəsi? Məncə yoxdur da, mən də bizim də elə məqsədimiz budur. Bəli, palçıq vulkanlarla bağlı bir xəritə çəkir. Dağlarımızın xəritəsi olsun, ümumiyyətlə istirahət mərkəzlərimizin xəritəsi olsun ki, hansı şəhərdə, hansı rayonda bizim nələrimiz var. Bax, onu ki, çatan kimi o isti-isti deyirsən, gəlmişəm bura görməyə. Xəritəni götürürsən, yəni o xəritə bilsiz adı səyyah üçün nə demək? Ən qiymətli sudur, çörəkdir, duzdur, hər şeydir. Ona görə bax belə bir şeylər hava limanında artıq sənə xoş gəldin deməli, səni artıq isti qarşılamalıdır. Hava limanında bu kimi şeylər insanı artıq özünü ovsunlayır ki, bunu da edəcəm, bunu da görəcəm. Ona görə yəni bu, yəni ilk addımları da elə oradan başlayır. Bəli, məncə elə o gələn o turistləri də, məsələn, hansı ki otellərdə, hostellərdə, həmin bax o yerlərdə də bunlarla bağlı məlumatlar olmalıdır. Həmin o xəritələr olmalıdır. Məsələn, Azərbaycanın tanıtım xəritəsi olmalıdır. Təkcə palçıq vulkanlarıyla bağlı deyil, ümumiyyətlə Azərbaycanın tanıdığım belə də görməli yerləri, çox gözəl görməli yerləri də var. Eyni zamanda palçıq vulkanlarının da bir xəritəsi olmalıdır. Çox gözəl təkliflər verirsiniz xanımlar. Məncə siz bu təkliflərinizi sadəcə sözdə deyil, artıq yazılı olaraq da bir layihə halına gətirib mütləq şəkildə təqdim eləməlisiniz və bu layihənin özü də çox gözəl bir nəticə verə bilər. Yəni Vəfa xanımın da Vəfa xanımın da dediyi kimi palçıq vulkanlarını hamımız orta məktəblərdən eşitmişik, dərslərdə keçmişik, amma sonra sadəcə elə orta məktəbdə. Yəni mənim özümə desəniz, yəni Vəfa xanımın dediyi kimi son illərdə mən palçıq vulkanlarına gedib baxmışam, onu izləmişəm. Yox, getməmişəm. Amma məktəblərində olsun, universitetlərində olsun, sonra işlərində hamının ən çox getdiyi yer haradır? Şəkidir. Şəkidir, Xan Sarayıdır. Orada niyə? Çünki oranın təbliğatı həddindən artıq çox gedir. Demək ki, təbliğatımız çox olmalıdır ki, bu palçıq vulkanları artıq dünya miqyasında tanına bilsin. Bəli. Məncə də çox sağ olun xanımlar. Əgər əlavə bir hər hansı bir təklifləriniz varsa, Vəfa xanım, bir səyyah kimi dünyanın bir neçə ölkəsini gəzən insan kimi. Bəli, mənə xoş oldu. Mən səyyahdan əlavə yenə deyirəm, hər zaman baxıram ki, bu özümün belə deyim də gerçəkləşdirdiyim bir şeydir, özüm üçün etdiyim bir şeydir, amma insan həyatda başqa bir insana dəyər qatmadıkca özünün də dəyəri bir o qədər yüksəlməz. Ona görə də bir pedaqoq kimi, bir insan kimi, bir dağçı kimi həmişə fikirləşirəm ki, bundan mən öz şagirdlərimə, tələbələrimə, insanlara necə faydalı ola bilərəm. Ona görə danışdığımız kimi o kamplar olsun, düşərgələr olsun, yürüyüşlər olsun, quşların uçarkən nə bilim onların müşahidələr olsun, nə bilim, yəni bax bütün bunların hamısında təkcə mən özümü görmürəm. Çünki insan bir yerlərə qədər özü ilə, amma daha sonra istəyirsən ki, faydalılığın daha çox olsun. Ona görə bu iş də mənə çox maraqlıdır. Bu da mənim fikrimi cəlb elədi. Bu layihədə harda məni görsəniz, mən orada varam. Yenə deyirəm, çünki bu təbiətdir və orada da əlverişli. Ekoturizmlə məşğul olan bir insan kimi bu da sizin artıq bir mövzunuz olur. Ona görə, yəni
Mən də sizinləyəm. Vəfa Təşəkkür xanım özü də edirəm. İradə xanım bildiyiniz kimi Vəfa xanım özü də eyni zamanda hər il məktəbli uşaqlar üçün Bəli. çadır düşərgələri təşkil edir və Ona bu görə çadır deyirəm ki, yəni çadır ekoturizmdən bəli, məşğul bəli, olan çadır bir düşərgələrinin insandır, bəli. təşkil olunması da artıq həqiqətən də ekoturizmin inkişafıdır. Yəni otellərdə, hər hansı bir mərkəzlərdə hər kəs bunu təşkil edə bilər, amma çadır düşərgələrində həm məktəbli uşaqlarla o qədər uşaqların hamısının məsuliyyətini üzərinə götürmək, onların təhlükəsizliyini qorumaq, onlara eyni zamanda çətin vəziyyətdən necə çıxmaq lazımdır, onları göstərmək, Elədir. bunların hamısı böyük bir ürək tələb eləyir, cəsarət Və tələb eləyir, təcrübə edir. təbii Əlbəttə ki. ki, burada mənim həm müəllimlik təcrübəm və eyni zamanda çölçülük, yəni dağçılıq təcrübəm Mhm. olmasa mən belə bir şeyin riskinə getmərəm. Baxmayaraq ki, yenə də biz orada çox ciddi planlamalar edirik, təhlükəsizlik baxımından Bəli. və s. və işlədiyimiz insanlar da, yəni bizim əməkdaşlar da hamısı pedaqoqdular, psixoloqdular, dağçıdılar, çölçüdülər və s. bunların birləşimindən əmələ gəlir. Ona görə nadirdir, amma düşünürəm ki, zamanla bu da çox geniş yayılacaq. Ona görə ki, Ümid bu edirik. saat bəli, bizim uşaqlarımızın daha çox evdən çıxmaq, bu daş divarlardan çölə çıxmaq, təbiətə getmək, təbiətdə Mhm. olmaq, özlərini kəşf eləməyin ən təbii və ən gözəl yollarından biridir. Ona görə deyirəm ki, bu təcrübələr özümlə aparmayacağam da, yəni bu təcrübələri mütləq Bölüşmək şəkildə lazımdır. bölüşmək və faydalı olmaq lazımdır. Çox təşəkkür edirəm. Mən ümid Mən təşəkkür edirəm edirəm. ki, bu bizim bu söhbətdən və müzakirədən sonra siz artıq gələcək düşərgələrinizdə palçıq vulkanlarını mütləq nəzərə alacaqsınız. Mütləq. Və ən azından bir gün də olsa, bilmirəm indi onların ətrafında çadır düşərgələri qurmaq olarmı, olmazmı? Ən azı bir turlar təşkil edə Turlar. bilərsiniz məktəblərə. Onu daxil Bəli. etmək olar, çünki il ərzində də bizim turlar olur. Həftə sonları yenə dediyimiz kimi Bəli. gəzintilərimiz, haykinglərimiz, milli parklara getməklərimiz və s. Palçıq vulkanları da ora çox gözəl. Yenə deyirəm, Palçıq vulkanının bax o hissəsini hətta özüm üçün gərək işləyim ki, Bəli. mən bilim. O hekayə də sizdən gəlsin. Bəli. O Əlbəttə hekayə də daxil, sizdən mütləq gəlsin. daxil etmək olar, niyə də ki yox. Çox- Niyə də ki yox, ümumiyyətlə daxil Etməlidir, edilməlidir. bəli, Edilməlidir, Sual bəli. deyil, yəni Aha. edilməlidir. O bizim incimizdir və orada da Əgər olmalıdır. varsa, bəli, elədir. Yəni hər sərvətimizdən Əlbəttə, olduqca faydalı istifadə əlbəttə, eləməliyik. Əlbəttə. Yəni Dilşad, mən ona görə deyirəm ki, mən bu dünyanı gəzəndə baxıram ki, insanlar bax bu boyda qarışqadan necə bir nələr düzəldiblər. Bəli. Amma bizim əlimizdə olan bu boyda bir şeyi Gözəlliyi biz təqdim gözəlliyi edirik. biz Bəli. təqdim edə bilmirik. Bəli, təqdimat çox bəli, önəmlidir. Çox Ona görə önəmlidir. yəni bu hissəsini işləmək lazımdır. İnşallah. Çox sağ olun. Mən bir daha təşəkkür edirəm hər ikinizə. sizə Çox təşəkkür sağ edirəm. olun. Təşəkkür edirik Vəfa xanım, İradə Çox sağ olun. xanım, İradə xanım. Biz eyni zamanda da Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatları Dövlət Dəstəyi Agentliyinə də təşəkkür edirik ki, Bəli. belə bir gözəl layihəni maliyyələşdiriblər. Təbii ki, bu sizin təşəbbüsünüzdür. Biz sizə təşəkkür edirik ki, belə bir gözəl layihəni yazmısınız və onlar da bunu dəstəkləyiblər. Sonda isə mən yenə də sözü sizə vermək istəyərdim. Mən hər ikinizə çox təşəkkür eləyirəm. Doğrudan da çox maraqlı bir söhbətimiz oldu. Mən də əslində qalsa elə verilişin əvvəlində də Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatları Dövlət Dəstəyi Agentliyinə öz təşəkkürümü bildirirəm və mənim üçün çox xoşdur belə layihələri həyata keçirtmək və onlar da bizim hər il ekoturizmlə bağlı bu cür layihələrimizi maliyyələşdirirlər. Çox sağ olsunlar. Uğurlar arzulayıram. Təşəkkürlər. Uğurlar Çox sağ olun. arzulayıram. Əziz izləyicilər, mən də sizə bu verilişi maraqla izlədiyinizə görə bilirəm, maraqla izləmisiniz. Çünki burada çox gözəl, maraqlı bir müzakirə getdi. Ona görə təşəkkür edirəm və növbəti verilişlərdə görüşmək ümidi ilə. Sağ olun.